Aleksandr Usik, Riko Verhoeven 23 may Misirdə piramidaların arasında, hətta içində. Bu döyüş nə üçün baş tutacaq, hələ də baş açmadım. Çünki heç bir siqnal yox idi. Hər kəs ya Fury'ni, ya Fabio Wardley-ni, ya da ki Wilder'la digər rəqiblər gözlədilər. Nədənsə seçim məhz Riko Verhoeven oldu. Aydın məsələdir ki, Riko əfsanəvi kickboksçudur, bəlkə də ağır çəkindən yaxşıdır. Amma boksda özü də ki, Usiklə bu döyüşün nə mənası var? Yəqin ki, yalnız maddiyyət və xayb. Başqa heç nə deyə bilmərəm. Çox qəribə bir seçimdir. Usikdən açıq belə seçim gözləmirdim. Bəs sizcə bu döyüşün mənası var yoxsa yoxdur? Mütləq rəylərdə yazın və sizcə qalib kim olacaq?